Filmin ilk 2 bölümünün videosunu düzəldəndən sonra oturdum, qalan 3 bölümə də baxdım. Baxandan sonra da 3 ay özümə gələnmədim. Ona görə də bu part 2 videosu biraz gecikdi. Bu bölümdə 108 yaşlı Edwardla 18 yaşlı Bella'nın, bir də təzədən 18 yaşlı qurd adam Yaqubun sevgi üçbuzağına şahid oluruq. Edwardın cavan vaxtlarında, o vaxtın, yəni Amerikanın Sultepe qəsəbəsində qız bəyənən vaxtı gedərdilər qızın qonşusundan zatdan qız haqqında maraqlanardılar ki, bu qız məndən əvvəl kimlənsə oturub durubmu? Amma indi qız Edwardın gözünün qabağında o biri gədə ilə yaxınlaşır, quzaqlaşır, hətta marçıldaşır. Edwardın bu genişliyini görən bizlər isə qımıldaşır. Filmin ilk bölümündə öldürülən James'ın arvadı ərinin qisasını almaq üçün özünə ordu yığmağa başlayır. Bu ordu isə təzə maladoy vampirlərdən təşkil olunur. Bunlar savaşa hazırlaşan vaxtda Bella'nın soyuqdan pöpüşü donur və çadırda Edwardın yanında girir Yaqubun qoynuna. Səhərsi gün isə pöpüşü isinən Bella öpüşü qondurur Yaqubun dodaqlarına. Edward da qıraqdan bunlara balet eləyir. Dava qutarır, Bella Yaqubu bir daha yarı yolda qoyur, seçimini Edwarddan tərəf eləyir. Niyə? Çünki Edwardın skillləri çoxdur. Məsəl üçün, əgər Bella vampirə çevrilsə, ölümsüzlüyü var, heç vaxt yuxusu gəlmir və daha bir sürü şey. Həm də Edwardın imkanı yaxşıdır. Bəs Yaqubun nəyi var? Evi, eşiyi, maşını, heç nəyi yoxdur. Bir qurd adamlığı var. O da Bella uşağı elə vəziyyətə gətirdi ki, uşağın nə adamlığı qaldı, nə də qurdluğu. Növbəti bölümdə Bella ilə Edward evlənir. Evlənməmişdən qabaq da qız son dəfə qurd adam Yaqubla quzaqlaşıb sağollaşır. Qurdun yekəsi elə bu Belladır. Edward da arxadan hələ də bunlara balet eləyir. Nəysə biraz söz-söhbətləşirlər. Zat Bella qayıdır ki, mən çıxıram balayına, istəyirəm Edwardla vampirə çevrilməmişdən qabaq əhəm-böhüm eləyim. Təbii ki, vampirə çevrilməmişdən qabaq vampirlə əhəm-böhüm eləsən, bunun əhəm-böhümlü nəticələri olacaq. Elə də olur, Bella hamilə qalır, 3-5 günə qarnı böyüyür və Bella arıqlayıb çöpə dönür. Plus da ölmə təhlükəsi var. Ayağın da deyir ki, yox, uşaq dünyaya gəlməlidir. Nəsə də gözləyirlər, uşaq dünyaya gəlir, Bella'nı əmcükləyib vampirə çevirirlər, Bella ölmür. Bu uşaqda qurd adam Yaqubla imprint də nədir, ondan olur möhürlənir. Yəni uşaq böyüyəndən sonra atası bir qızı məcbur Yaquba verməlidirlər. Nəysə, hamı xoşbəxtdir də, kino qutarsın day AMK deyirdi ki, təzədən bir dənə də kino çəkirlər. Neçə bölümdür qurtluq eləyib özünü quzu balası kimi aparan Bella vampirə çevrilən kimi götü şişir. Başlayır Yaqubu təpikləməyə. Amma eşidəndə ki, böyük vampir konseyi Bella'nın qələmini qırıb uşağı da Bella'nı da öldürmək istəyirlər, təzədən Yaqubu yanına çağırır. Çünki Yaqub və onun həmqurtlarının dəstəyinə ehtiyacı var. Bir tərəfdən də Edward qohum əqrabalarını yığır. Bu option vampir ailəsi ilə Qurtlar Vadisi ailəsi yenidən bir araya gəlib konseyin vampirləri ilə savaşmaq planları qururlar. Yaxşı, bəs o biri vampirlər niyə Bellanı öldürmək istəyir deyə soruşsaz, elə belə prosta. Onsuz da 2 saatlıq kino boyunca vampirlərlə qurd adamlar yığışır bir otağa, plan quracaq adı ilə yalanan şeylər edirlər. Ən sonda Edwardın gələcəyə görən bayısı gəlir, Volturiya, yəni baş vampirə savaşacaqlarsa nələr olacağını göstərir, konsey də savaşdan vaz keçir. Yəni İtaliyadan bura bu boyda külfət yığışıb gəliblər, axırda Volturi qayıdır deyir ki, nə yaxşı eybi yox, davay, sağ olun. Filmin ən sonunda da Bella, əri Edward, qızı Renesme, köhnə oğlanı və indiki kürəkəni Jacob meşəlikdə harasa qaçışır. İndi biz bu kinoya niyə baxdıq və də nə ehtiyac var idi? Twilight seriyasının ilk bölümü möhtəşəm film olmasa da özünə məxsus albu havası var. Reyləndirilməsi, ssenarisi və s. yenə də ərigən film olsa da kinonu yadda qalan eləyirdi. Amma seriyanı uzada elə bir pox torbası halına gətirdilər ki, illər sonra belə aktyorlar hələ də bu filmdə çəkildiyi üçün özlərindən tanırlar. Robert Pattinson xaric, qalan aktyorlar demək olar ki, Twilight'dan sonra başqa düzəməlli filmlərə dəvət almayıblar. Robert Pattinson da zorla bir təhər çalışqanlığı sayəsində Twilight'ın qara ləkəsini üzərindən ata bilib. Filmi hələlik qoyaq qırağa, bir digər önəmli məsələyə keçək. Mənə dəstək olmaq istəyən gözümün işıqları bu filmi bəyənib şərh yazıb dost-tanışlarıyla paylaşa bilər. Yox, hala mən biraz da dəstək olmaq istəyirəm deyən dostlarım isə təzə üzv olduğum Ko-fi platformasında öz dəstəyini göstərə bilər. Mənim və yaxud mənim kimi bir başqa kontent yaradıcısının yanında olmağınız təbii ki, YouTube-a video hazırlamaq üçün böyük motivasiyadır və videoların davamının gəlməyinə kömək edir. Platformanın linkini aşağıya qeyd edirəm. İndi də bu bir qırağa Twilight filminə ilk neçə yaşınızda baxmısınız, şərhlərdə qeyd eləyin, biraz nostaljik şəkildə söhbətləşək. Sağ olun, özünüzə yaxşı baxın.